Bu fəslimizdə varid olan hədis Səmura ibn Cündub radiyallahu anhudan gələn hədisdir. O belə deyir: Salleytu vara'a Rasulillahi sallallahu aleyhi ve sellem ale imra'atin matet fi nifasiha faqama vastaha. Hədisi İmam Buxari və Müslim öz səhih kitablarında, öz səhih əsərlərində rivayet ediblər. Və Səmura ibn Cündub, Allah ondan razı olsun, deyir ki, mən Allah elçisi sallallahu aleyhi və səlləmin arxasında cənazə namazı qıldım. Allah elçisi sallallahu aleyhi və səlləmin arxasında cənazə namazını qıldım. O, nifasdan vəfat eləyən, aleykümselam, o nifasdan vəfat eləyən bir qadına cənazə namazı qılırdı. Və Peyğəmbər sallallahu aleyhi və səlləm cənazənin ortasında durdu. Cənazənin orta hissəsində namaza durdu. Dediyimiz kimi hədisi İmam Buxari və Müslim rivayet etmişlər. Və yəni nifas halında vəfat eləyən qadın keçdi hədisdə. Alimlər buyururlar ki, burada ola bilsin ki, nifas səbəbi ilə, yəni nifas hansı ki, doğuşdan sonra gələn qana deyilir. Qadın doğuşdan sonra qadından gələn qana nifas qanı və yaxud da ki, həmin hala nifas halı deyilir. Həmin vaxtda nifas vaxtı deyilir. Ola bilsin, çox qan axmadan vəfat eləyib. Ola bilsin, həmin vaxtı vəfat eləyib həmin qadın. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onun cənazəsini qıldığı zaman cənazənin ortasında durur. Cənazənin ortasında durur. Və bu da ki, ona görə idi ki, hədisin şərhində alimlər buyururlar ki, Səmr ibn Cündubdan gələn bu hədisi və yaxud da ki, başqa bir problemə görə ola bilər. Və hədisdə olan faydalardan alimlər buyururlar ki, Əs-salatu aləl cinazəti və məşruiyyətihə. İlk öncə faydalardan cənazə namazının qılınmasının əmr olunması, həmçinin faydalardan ənnə mövqifəl imamə minəl mər'əti yəkunu vasdahə. Yəni, imam meyitə cənazə namazı qıldığı zaman, əgər qadındırsa, onda cənazənin ortasında dayanır. Səvaun mətət min nifasin əv qeyrihi. Fərqi yoxdur. Ölüm səbəbi, yəni burada Peyğəmbər sallallahu aleyhi və səlləmin cənazə namazını qıldığı qadın nifas halından ölmüşdü, həmin vaxtı ölmüşdü. Yəni fərqi yoxdur, bu olsun və yaxud da ki, başqa bir səbəbdən dolayı o insan ölsün, əgər cənazə qadındırsa, onda cənazənin ortasında dayanılır. Ənnən nüfəsəə və inhəzəti şəhədətu bimevtihə fi nifəsihə yusalli aleyhə fələ təxudu hükmə şəhidil mə'rəkə. Və həmçinin hədisdə olan faydalardan nifas halında olan nifaslı qadınlar, hətta onların belə deyək ki, bu halda ölərsə, bu vəziyyətdə ölərsə, şəhidlikdən bir payı var deyilsə belə, amma yenə də ona cənazə namazı qılınır. Yəni, şəhidin cənazə namazı qılınmır. Bu hansı cənazəyə, hansı şəhidə aiddir? Yəni, döyüş meydanında ölən şəhidə aiddir. Amma hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qarın ağrısından, yəni daxili xəstəliklərdən ölən şəhiddir. Başına bir şey yıxılıb, bir şey düşüb ölən şəhiddir, yəni binanın altında qalıb ölən. Və yaxud da ki, heyvandan yıxılıb, boynu sınıb ölən şəhiddir. Bunlar hamısı hədisdə gəlib. Həmçinin də ki, nifas halında ölən qadın da şəhid sayılır. Şəhid sayılır, amma bunlara cənazə namazı qılınır. Cənazə namazı qılınmayan kimdir? Döyüş meydanında ölən.